Bu gün Azərbaycanın iqtisadi rayonları haqqında danışacağıq. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda, xüsusilə də işğal olunmuş ərazilərdə yeni iqtisadi coğrafi rayonlar yaradıldı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanı ilə yeni iqtisadi rayonlar yaradılmış və artıq 14 iqtisadi rayona ayrılmışdır. Bunlara Bakı, Abşeron Xızı, Quba Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Mərkəzi Aran, Milmuğan, Şirvan Salyan, Lənkəran Astara, Qarabağ, Şərqi Zəngəzur, Qazax Tovuz, Gəncə Daşkəsən və Naxçıvan iqtisadi coğrafi rayonlara aiddir. İqtisadi rayon təbii şərait ehtiyatına, təsərrüfatın sahəvi ərazi quruluşuna, ixtisaslaşmasına, əhalinin məskunlaşmasına, inkişaf səviyyəsinə görə fərqlənir bir-birindən. Yeni iqtisadi rayonların yaradılma məqsədi dayanıqlı inkişafın təmin olunması, regionların iqtisadi potensialının artırılmasıdır. Bakı iqtisadi rayonu Bakıya 12 rayon daxildir. Bu rayonlara Xəzər, Xətai, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Binəqədi, Nizami, Nəsimi, Nərimanov, Yasamal, Suraxanı və Səbail rayonları daxildir. Bakı iqtisadi rayonu coğrafi mövqeyi əlverişlidir. Xəzər dənizinin sahilində yerləşir. 12 inzibati rayon daxildir. Düzənliklərdən və yüksəkliklərdən ibarətdir və müxtəlif faydalı qazıntılarla zəngindir. Burada yayılan əsas faydalı qazıntılara neft və təbii qaz həm quruda, həm də dənizdə çıxardılır. Tikinti materialları, mineral sular, Şıx və Suraxanı mineral suları daxildir. Yəni, həmçinin müalicə palçığı da burada mövcuddur. Əhəng daşı, qum və s. kimi tikinti materialları mövcuddur. Əhalinin böyük bir hissəsi Bakıda cəmlənmişdir. Əhalisi 2,3 milyon nəfərdən çoxdur. Təbii artımı aşağıdır, lakin əhalinin sayı yüksəkdir. Bu da miqrasiya ilə daxili, miqrasiya ilə bağlıdır. Bakı aqlomerasiyası burada formalaşmışdır. Sənaye sahələri əsasən Bakıda, xüsusilə də neft sənayesi sahələri burada cəmlənmişdir. Rayonda, Bakıda enerji olan tələbat İES-lər hesabına və bir də Mingəçevir SES hesabına ödəyir. Alternativ enerji mənbələrindən günəş və külək istifadə olunur ki, həm potensial mövcuddur. Məsələn, Suraxanı ərazisində, Pirallahıda günəş elektrik stansiyaları mövcuddur. Metallurgiya sənayesi gətirmə xammala əsasən qara və əlvan metallurgiya inkişaf etmişdir. Yüngül və yeyinti sənaye, yəni qida sənayesi də inkişaf etmişdir. Neft kimya, metallurgiya, əsasən neft maşınqayırması və elektrotexnika sahələri mövcuddur. Qaradağ və Pirallahı sənaye parkları yaradılmışdır ki, elmi potensial, universitetlər, institutlar da yenə Bakı iqtisadi rayonunda yerləşir. Burada quru subtropik meyvəçiliyi, zeytun, zəfəran, badam, püstə, əncir və s. yetişdirilir. Quşçuluq, bostançılıq, üzümçülük, südlük ətli maldarlıq, əsasən südlük ətli maldarlıq, quşçuluq, bostançılıq şəhər ətrafı ərazilərdə cəmlənmişdir. Rayon turizm baxımından, xüsusilə də tarixi turizm baxımından böyük əhəmiyyətə malikdir. Tərəvəzçilik isə şəhər ətrafı qəsəbələrdə, istixanalarda, Zirə və Hövsanda xüsusilə tərəvəzçilik daha çox inkişaf etmişdir. İsveçrə və Azərbaycanın birgə əməkdaşlığı ilə Holcim şirkəti zavodu ən böyük sement zavodudur. Qaradağ rayonunda yerləşir və İsveçrə ilə Azərbaycanın birgə əməkdaşlığı ilə istehsal olunur. Zeytun konserv zavodu Maşdağada, həmçinin Xəzər dənizinin sahilində yerləşdiyi üçün balıqçılıqda inkişaf etmişdir. Şərabçılıq xam mala meyl eləyir, ilkin emalı, lakin qablaşdırılması böyük şəhərlərdə mövcud olduğu üçün Bakıda da şərabçılıq inkişaf etmişdir. Burada neftlə bağlı bütün maşınqayırma sahələri mövcuddur. Məsələn, Binəqədidə, Səttərxanda, Dərin Özüllər zavodu və s. Bakıda yerləşir. Xarici ölkə ilə heç bir sərhəddi yoxdur. Xəzər dənizinə çıxışı mövcuddur. Şəhər əhalisi üstünlük təşkil eləyir və milli tərkibi mürəkkəbdir. Xüsusilə də ruslar, Ukraynalılar, tatarlar burada yaşayır. Bakı ərazisinin, yəni milli tərkibi yekcins deyil. Bakıda su ehtiyatı isə
Ceyranbatan su anbarı hesabına Şollar Bakı, daha sonra Kür Bakı və Oğuz Qəbələ Bakı su kəmərlərinin hesabına ödənilmişdir. Bakı İqtisadi rayonu Abşeron Xızı İqtisadi rayonunun Sumqayıt və Xırdalan şəhərləri ilə birlikdə ərazi istehsal kompleksini, yəni bir-birinə yaxın yerləşən sıx müəssisələr birliyidir. Bunlar ərazi istehsal kompleksi və ya sənaye qovşağını yaradır. Bakıda turizm üçün əhəmiyyətli olan yerlər Mərdəkan, Şüvəlan, Buzovna, Bilca, Pirşağı və sair kimi turizm potensialı yüksək olan ərazilər daxildir. Bakı Abşeron Xızı və Şirvan Salyan İqtisadi rayonu ilə, yəni iki iqtisadi rayonla həmsərhəddə yerləşir. Bakının rayonlarından Qaradağ sahəsinə, Xətai isə əhalisinə görə fərqlənir. Və Bakının inzibati rayonlarında, burada Bakının inzibati rayonları göstərilib. Bakının bu inzibati rayonlarından Suraxanı, Pirallahı, Xəzər, Xətai, Səbail, Nəsimi, Qaradağ, Xəzər dənizinə çıxışı olan rayonlardır. Abşeron Xızı İqtisadi rayonu, bu iqtisadi rayona daxil olan rayonlar Abşeron və Xızı rayonu, şəhərlərə isə Abşeronun mərkəzi Xırdalan şəhəri, Xızının mərkəzi Xızı şəhəri və bir də Sumqayıt şəhəri, yəni Sumqayıt inzibati rayon mərkəzi olmayan şəhərdir. Sumqayıt isə respublika tabeli şəhər hesab olunur. Yəni Bakıda eyni zamanda respublika tabeli şəhəri idi. Və Abşeron Xızının bütün inzibati rayonların Xəzər dənizinə çıxışı mövcuddur. Sumqayıt şəhəri də Xəzər dənizinin sahilində yerləşən ölkədir. Heç bir xarici ölkə ilə sərhəddi yoxdur. Bakı inzibati rayonunda Bakı hava limanı, respublikamızın Heydər Əliyev adına ən böyük hava limanıdır. Lakin burada hava limanı və dəniz limanı da yoxdur. Yenə Bakı iqtisadi rayonunda isə Bakı limanı mövcud idi. Və bayaq dedik, Bakı ilə Abşeron Xızı birlikdə ərazi istehsal kompleksini yaradır. Abşeron Xızı Quba Xaçmaz, Dağlıq Şirvan, Bakı və Şirvan Salyan iqtisadi rayonları ilə həmsərhəddə yerləşir. Rayon əlverişli coğrafi mövqedə yerləşir, çünki paytaxtda Bakı şəhərinə yaxındır və Xəzər dənizinə çıxışı var. Şimala, qərbə gedən nəqliyyat yollarının üzərində yerləşir. Bu ərazi faydalı qazıntılarla zəngindir. Neft, təbii qaz, əhəng daşı, sement, kvars qumu, tikinti materialları ərazidə mövcuddur. Masazır gölündən duz, Hacıvəli hökməli ərazisinə isə kvars qumu mövcuddur. Həmçinin Xızıda, Altı Ağacda meşə materialları var və Altı Ağac Milli Parkı qoruğu da yenə bu əraziyə düşür. İnzibati rayonun əsas böyük şəhərlərinə Sumqayıt və Xırdalan şəhərləri, Masazır qəsəbəsi də burada yerləşir ki, Masazır qəsəbəsi də hazırda sürətlə böyüyür. Sosial-iqtisadi inkişafına görə Abşeron Xızı yalnız Bakı iqtisadi rayonundan geridə qalır. Əsasən sənaye sahələrinin böyük bir hissəsi ya Sumqayıt ya da Xırdalan şəhərində yerləşir. Sumqayıt ölkənin kimya mərkəzi hesab olunur. Burada Sumqayıt Kimya Sənaye Parkı mövcuddur ki, 30-a yaxın müəssisə fəaliyyət göstərir. İstehsal olunan məhsullar xarici ölkələrə, əsasən qonşu ölkələrə, Türkiyə, Rusiya, həmçinin Mərkəzi Asiya ölkələrinə, Avropa ölkələri, Almaniya, Niderland, Polşa, Ukrayna, Çin, daha sonra ABŞ, Kanada, Braziliya kimi ölkələrə göndərilir. Eyni formada Bakıda olduğu kimi quru subtropik meyvə, tərəvəz, quşçuluq, südlük, əlçilik, maldarlıq, qoyunçuluq inkişaf etmişdir. Həm yay, həm qış otlağına malikdir. Xüsusilə Xızı ərazisindən söhbət gedir. Dağlıq ərazi olduğu üçün turizm potensialı isə Xəzərin sahilləri və Xızıdakı Altı Ağac böyük turizm potensialına malikdir. Xızı rayonunda Yaşma Külək Elektrik Stansiyası tikilir. Sumqayıtda Azgüntex zavodu mövcuddur ki, günəş panelləri istehsal olunur. Sumqayıtın özündə günəş elektrik stansiyası fəaliyyət göstərir. Burada balıq zavodu Sumqayıtda Hacı Zeynalabdin Tağıyev balıq zavodu mövcuddur. Qala cinsli qoyun Abşeron ərazisindədir. Və sənaye sahələrindən isə Sumqayıtda kabel zavodu, sintetik kauçuk, polimer, fosfor gübrəsi, həmçinin alüminium, saf alüminium alınır Sumqayıtda. Boru prokat zavodu yenə Sumqayıtdadır. Yəni qara metallurgiya və əlvan metallurgiya ikisi də gətirmə xammal əsasında inkişaf etmişdir. Neft kimya sənayesi, elektrotexnika və s. burada mövcuddur. Yəni həm Bakı, həm də Abşeron Xızıda qara və əlvan metallurgiya mövcuddur. Sadəcə gətirmə xammala əsaslanır. Bakıda olduğu kimi milli tərkibi mürəkkəbdir. Yenə də ruslar, Ukraynalılar burada
Xızıda xüsusilə tatarlar Sumqayıtda məskunlaşmışdır və Abşeron Xızı da şəhər əhalisi üstünlük təşkil eləyir. Quba Xaçmaz iqtisadi rayonu Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən 5 rayondan 6 şəhərdən Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən şəhərləri və Xaçmazın ikinci şəhəri Xudad şəhərindən ibarətdir. Respublika tabeli şəhəri yoxdur, amma inzibati rayon mərkəzi olmayan Xudad şəhəri mövcuddur. Xaçmaz əhalisinə görə fərqlənir, Quba isə ərazisinə görə fərqlənir. Hazırda respublikamızın sahəsinə görə ən böyük inzibati rayonu Quba rayonu bu iqtisadi rayon daxilində yerləşir. Ölkəmizdəki ən böyük hündürlük amplitudası bu ərazidə yerləşir və rayon relyefi respublikamızın kiçildilmiş modelinə bənzər. Çünki şərqə doğru getdikcə hündürlük azalır, Xəzərin sahilində yerləşir, xarici ölkə ilə sərhəddə yerləşir ki, Qusar və Xaçmaz Rusiya ilə sərhəddə yerləşir və Qusarla Xaçmazda gömrük keçid məntəqəsi mövcuddur. Xaçmazda Yalama, Qusarda isə Samur keçid məntəqələri mövcuddur. Xaçmaz, Şabran, Siyəzənin Xəzərə çıxışı var. Qusarla Qubanın Xəzərə çıxışı yoxdur. Qubanın nə Xəzərə çıxışı yoxdur, nə də xarici ölkə ilə sərhəddə yerləşmir. Quba Xaçmaz Dağlıq Şirvan, Abşeron Xızı və Şəki-Zaqatala iqtisadi rayonları ilə sərhəddə yerləşir. Rusiyaya keçən nəqliyyat yollarının üzərində yerləşir. Məsələn, Bakı-Novorosiysk yolu, Bakıdan Dərbəndə gedən həm avtomobil yolları, həm də dəmir yolu və boru kəmərləri bu iqtisadi rayon Siyəzən, Şabran, Xaçmaz ərazisindən keçir. İqtisadi rayonun relyefində bütün landşaftlar əks olunmuşdur. Düzənlikdən dağlıq əraziyə qədər, yarım səhradan Nivala qədər bütün landşaftlar burada rast gəlinir. Şərq hissəsində Samur dəvəsi ovalığı və qərb hissədə isə respublikamızın ən hündür zirvəsi Bazardüzü Qusar rayonunda yerləşir. Həmçinin yan silsilənin ən hündür zirvəsi Şahdağ yenə də bu ərazidə Qusar rayonu ərazisində yerləşir. Zəfər zirvəsi 4301 metr. Bu da yenə Qusar rayonunda və Quba Xaçmaz iqtisadi rayonunda mövcuddur. İqlim şəraitinə görə müxtəlifdir. Relyefinə görə düzənlik və dağlıqdan ibarətdir. Ərazidə faydalı qazıntılardan Quba rayonu ərazisində səhrai mərmər və yanarşist, həmçinin Qubada mineral sulara cimi, xaltan, xaşı, qalaltı Şabranda mövcuddur. Meşə ehtiyatları isə Quba, Qusar, Xaçmazda, neft ehtiyatları isə Siyəzəndə neft ehtiyatı var. Xəzər sahillərində olduğu üçün turizm potensialı var. Nabran Yalamada xüsusilə qumluqlar, meşəlik sahəsində turizm məqsədi ilə istifadə olunur. Tərəvəzçilik və tumlu meyvəçilik üzrə ixtisaslaşmışdır. Tərəvəzçilik üzrə də gec yetişən tərəvəzçilik burada yayılmışdır. Taxıl əkinləri üçün imkanlar mövcuddur. Kartof, üzüm, südlük ətlik maldarlıq, quşçuluq, dağlıq ərazidə isə qoyunçuluq inkişaf etmişdir. Taxıla görə Xaçmaz, süd məhsullarına görə Quba, balığa görə Xudad, həmçinin Xudadda fındıq təmizləmə zavodu da mövcuddur. Süd, yağ, pendirə görə Şabran fərqlənir. Quşçuluqda Şabran Siyəzən öndədir. Qusarda kartof, Şabranla Xaçmazda üzüm mövcuddur. Burada tumlu meyvəçilik deyəndə alma, armud nəzərdə tutulur ki, və bunların da meyvə tərəvəz konservləri də var. Quba, Qusar, Xaçmaz ərazisində daha geniş yayılmışdır. Sənaye sahələrindən isə Xaçmazda metal tullantılarının emalı müəssisəsi, Qubada elektrotexnika, Siyəzəndə neft və təbii qaz hasilatı, Qubada isə xalçaçılıq inkişaf etmişdir. Milli tərkibi mürəkkəbdir, çünki Ləzgi, Tat, dağ yəhudiləri Qubadadır. Bu ərazidə olduğu üçün ona görə də milli tərkibi mürəkkəbdir. Əhalinin sıxlığı isə qeyri-bərabər paylanmışdır. Məsələn, Şabranda daha seyrək, Xaçmazda isə daha sıx. İqtisadi rayonun ən iri şəhərləri isə Xaçmaz və Quba şəhərləridir. Şəki-Zaqatala iqtisadi rayonu. Şəki-Zaqatala iqtisadi rayonu 6 rayon, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonları və 6 şəhər daxildir. Yəni rayonların sayı şəhərlərin sayına bərabərdir. Şəki isə respublika tabeli şəhərdir. Ərazinin böyük bir hissəsi meşə ilə örtülüdür. Rayonların hamısı, yəni iqtisadi rayonun bütün inzibati rayonları xarici ölkə ilə sərhəddə yerləşir. Balakən, Zaqatala, Qax isə iki ölkə ilə həm Rusiya, həm də Gürcüstanla sərhəddə yerləşir. Şəki, Oğuz, Qəbələ yalnız Rusiya ilə sərhəddə yerləşir və burada gömrük keçid məntəqəsi
Balakəndə yalnız Gürcüstanla var. Yəni Rusiya ilə relyeflə bağlı olaraq yoxdur. Gürcüstanla Balakən rayonunda sərhəd keçid məntəqəsi mövcuddur. Şəki ərazisində yerli əhəmiyyətli hava limanı, Qəbələ ilə Zaqatalada isə beynəlxalq hava limanları mövcuddur. Quba Xaçmaz, daha sonra Dağlıq Şirvan və Mərkəzi Aran, həmçinin Samux rayonuna görə Gəncə Daşkəsən iqtisadi rayonları ilə həmsərhəddir. Respublikamızda sahəsinə görə birinci yerdə iqtisadi rayon Qarabağ dayanır. İkinci yerdə isə Şəki Zaqataladır. Yəni Qarabağ iqtisadi rayonundan sahəsinə görə geridə qalır. Burada Gürcüstana gedən avtomobil yolu ərazidə keçir, yəni Balakən rayonu ərazisindən keçir. Tarixi abidələrlə xüsusilə Şəki şəhəri, Balakən, Qax, Qəbələ və digər inzibati rayonlar bu tarixi abidələrlə zəngindir. Ərazidə olan faydalı qazıntılara filiz mənşəli faydalı qazıntılardan Balakən və Zaqatala sərhəddində yerləşən filiz mənşəli faydalı qazıntılar mövcuddur ki, bunlara əsas Kastaq, Mazımçay kimi yataqları göstərmək olar. İlisu, Mineral bulağı Qaxda, Xalxal Oğuzda, Bum Qəbələ rayonu ərazisindədir. Bundan əlavə meşə ehtiyatına, tikinti, qum, gil, cınqır kimi tikinti ehtiyatlarına malikdir. Ərazinin şimal hissəsi dağlıq, ərazinin cənub hissəsi isə Qanıq Əyriçay düzənliyindən ibarətdir. Baş-Qafqaz silsiləsinə Qanıq Əyriçay paralel uzanır. İqtisadi rayonda enerjiyə olan tələbat Şəkidəki modul tipli İES və Mingəçevirdən alınan enerji hesabına ödənilir. Balakən və Oğuzda isə modul tipli SES mövcuddur. Modul İES Şəkidə, modul SES Balakən və Oğuzda. Ərazidə tektonik mənşəli Şor, Acınohur gölü yerləşir ki, Şəki və Qax sərhəddindədir. Burada mövcud olan qoruğa Balakənlə Zaqatala sərhəddində yerləşən Zaqatala qoruğu bu ərazidə yerləşir. Həmçinin Zaqatala ərazisində eyni zamanda Zaqatala yasaqlığı da mövcuddur. Balakən Zaqatalada camışçılıq, xüsusilə Şəki ərazisində qərzəkili meyvəçilik, yəni qoz, fındıq, şabalıd, həmçinin tütünçülük, taxılçılıq, Zaqatalada çayçılıq, Zaqatalada qızılgül də var. Fındıq təmizləmə zavodu Zaqatalada yerləşir və meyvə tərəvəz konservi, Qəbələdə konserv kombinatı, arıçılıq dağlıq rayonlardadır. Zaqatalada qızılgül yağı müəssisəsi mövcuddur. Ən böyük ipək kombinatı olan Şəki ipək kombinatı da bu ərazidə yerləşir. Şəki Zaqatalanın da milli tərkibi mürəkkəbdir. Ləzgilər, avarlar, bunlar Balakən Zaqataladadır. Həmçinin Saxur Zaqatalada və Gürcü udinlər də yenə Zaqatala ərazisində, Balakən ümumiyyətlə Zaqatala, Şəki Zaqatala zonasında mövcuddur. Ən iri şəhərlərinə isə Şəki və Zaqatala şəhərlərini göstərmək mümkündür. Buradan Yevlaxdan Balakənə dəmir yolu xətti və avtomobil xətti çəkilmişdir. Ləkidən Ləkidən Qəbələyə də yenə dəmir yolu xətti çəkilmişdir ki, bunlar Bakı-Tiflis dəmir yolu xəttindən ayrılır. Bu ərazi Respublikamızın turizm bazalarından biridir. Landşaftına və tarixi abidələrinə görə turizm baxımından zəngindir. Xüsusilə bütün demək olar ki, rayonlarında turizm inkişaf etdirilmişdir. Şəki ərazisində taxılın həm yazlıq, həm də payızlıq taxıl yetişdirilir ki, payızlıq taxıl düzənlik, yazlıq taxıl dağlıq ərazilərdə əkilir. Dağlıq Şirvan iqtisadi rayonu 4 rayondan Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və 4 şəhərdən Şamaxı, İsmayıllı, yenə Ağsu, Qobustan şəhərlərindən ibarətdir ki, rayonların sayı şəhərlərin sayına bərabərdir. Quba Xaçmaz, Şəki Zaqatala, Abşeron Xızı, Mərkəzi Aran, Şirvan, Salyan iqtisadi rayonları ilə həmsərhəddir. Böyük Qafqazda ən çox sərhəddə olan iqtisadi rayon hesab olunur. Respublika tabeli şəhəri yoxdur, Xəzər dənizinə çıxışı yoxdur, xarici ölkə ilə sərhəddə yerləşmir. Burada Qobustan ən yüksək təbii artıma malik olan ərazidir. Dağlıq Şirvan və Quba Xaçmazda qadınların sayı kişilərin sayından daha çoxdur. Dağlıq Şirvan Böyük Qafqazın cənub-şərq hissəsində yerləşir. Ərazinin relyefi əsasən nəqliyyat dağlıqdır. Bu səbəbdən də nəqliyyat yollarının çəkilməsi və istifadəsində çətinlik yaranır. Xüsusilə də qış aylarında bu çətinliyə rast gəlinir. Mineral sular, meşə, yanar şist, tikinti materialları ilə zəngindir.
Qobustanda neft, İsmayıllı və Qobustanda yanarşist, İsmayıllıda Bədo, Şamaxıda isə Çuxuryurd mineral suları mövcuddur. Burada yazılıq taxıl Şamaxı ərazisində, İsmayıllıda, Ağsuda pambıq və süd məhsulları istehsalına görə ixtisaslaşıb. Şamaxıda xalçaçılıq, Baskal, yəni İsmayıllıda ipəkçilik, Lahıcda miskərlik, sənətkarlıq növləri fəaliyyət göstərir. Əsasən Şamaxı rayonu ərazisində İsmayıllıda şərab mövcuddur. Burada üzümün ilkin emalı, çünki üzümün ilkin emalı, ilkin şərabın alınması xammala meyl eləyir və Şamaxı İsmayıllı ərazisində mövcuddur. Həmçinin Şamaxıda televizor, soyuducu, kondisioner və Şamaxıda da yeni avtomobil zavoduna rast gəlinir ki, Azsamand bu ərazidə Şamaxıda yerləşir. Milli tərkibinə görə yekcinsdir bu ərazi və kənd əhalisi xüsusilə üstünlük təşkil eləyir. Gəncə Daşkəsən iqtisadi rayonuna 4 rayon Daşkəsən, Göygöl, Samux, Goranboy, şəhərlərinə gəldikdə isə Daşkəsən, Göygöl, Samux, Goranboy bunların mərkəzi, daha sonra Gəncə şəhəri, Naftalan və Dəliməmmədli şəhərləri daxildir. 2 respublika tabeli şəhəri mövcuddur ki, bunlara Naftalan və Gəncə aiddir. Gəncə Daşkəsəndə Samux rayonu Gürcüstanla, Daşkəsən rayonu isə Ermənistanla sərhəddə yerləşir. Geri qalanlarının xarici ölkə ilə sərhəddə mövcud deyil. Və Qazax Tovuz, Mərkəzi Aran, Şəki-Zaqatala, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları ilə həmsərhəddə yerləşir. Gəncədə nəqliyyat qovşağı mövcud. Şərqi Zəngəzur iqtisadi rayonundan Murovdağ silsiləsi ayrılır. O da Kəlbəcərdə şərq istiqamətinə doğru, yəni paralel istiqamətində uzanan Murovdağ silsiləsi ayırır. Gəncə Daşkəsən əlverişli coğrafi mövqeyə malikdir, çünki nəqliyyat xətləri bu ərazidən keçir. Qərb ölkələrinə, Gürcüstana və Azərbaycana keçən nəqliyyat yolları bu ərazidə yerləşir. Ərazi faydalı qazıntılarla zəngindir. Buranın əsas faydalı qazıntılarına Daşkəsəndə dəmir filiz yataqları, Dəmiroğlu, Haman çayı, Cənubu Daşkəsən Qoşqar çayın dərəsində yerləşir. Daha sonra Daşkəsəndə alunit yatağı, zəylik yatağı, alunit çıxardılır. Naftalanda yanmayan neft, Daşkəsəndə ağ mərmər, gips yatağı, Goranboyda yuxarı Ağca kənd, Çıraqdərə və Toğanalı Göygöl rayonu arasında Kükül karsidanıdır. Barit isə Başqışlaq və Çovdar yataqları. Göygöldə həmçinin əqiq mövcuddur. Yəni dəmir filizi Daşkəsən ərazisindən çıxarılır, daha sonra Gəncəyə göndərilir və burada boru alınır və Sumqayıtda da yenə boru prokatı zavodu gətirmə xammalı əsaslanır. Alunit isə Daşkəsəndən çıxarılır və yenə Gəncədə Gil torpaq zavoduna göndərilir. Burada alüminium oksidi alınır. Daha sonra Sumqayıt şəhərinə göndərilir. Burada isə saf alüminium alınır. Gəncədə alüminium oksidi, kalium gübrəsi və sulfat turşusu, yəni Gəncə Gil torpaq zavodunda alınan məhsullara aiddir. Və Daşkəsəndəki dəmir filizi kanat vasitəsilə Gəncəyə Bakı-Tiflis dəmir yolundan ayrılan Quşsu Alabaşlı dəmir yolu vasitəsilə göndərilir. Gədəbəy ərazisi. Gəncə şəhəri ərazisində detal alüminium zavodu mövcuddur. Həmçinin Gəncədə billur zavodu, xalçaçılıq Gəncədə, pambıq parça Goranboy, Dəliməmmədlidə, tikiş sənayesi Göndəri və Gəncə şəhərində inkişaf etmişdir. Yenidən burada əsas olan kənd təsərrüfatı sahələrinə üzümçülük göstərmək olar ki, xüsusilə Göygöl fərqlənir. Burada həmçinin üzümçülüklə bağlı şərab qablaşdırması həm Göygöl, həm də iri şəhərlərdən biri olan Gəncədə mövcuddur. Milli tərkibi yekcinsdir, təbii artımı aşağıdır. Xüsusilə də Gəncə şəhərində, daha sonra Daşkəsən, Dağlıq ərazidə təbii artım aşağıdır. Gəncədə beynəlxalq hava limanı fəaliyyət göstərir və Gəncə nəqliyyat qovşağı bu ərazidə yerləşir. Buradan qərbə doğru gedən bütün nəqliyyat yolları bu ərazidədir. Məsələn, Tanap layihəsi, Bakı, Ərzurum qaz kəməri, Bakı, Ceyhan, Bakı, Subsa neft kəmərləri bu ərazidən keçir. Bakıdan Qazaxa gedən avtomobil yolu, Bakı-Tiflis dəmir yolu da yenə bu ərazidən keçir. Landşaft baxımından zəngindir. Müalicəvi neft Naftalanda turizm məqsədi ilə istifadə olunur. Zəngin landşaft Göygöl, Hacıkənd və Xoşbulaqdadır ki, yenə turizm məqsədi ilə istifadə olunur. Şəhər əhalisinin payı üstündür. Rayonun ən iri sənaye, elm, mədəniyyət mərkəzi isə Gəncə şəhəri
hesab olunur. Daha sonra Qazax-Tovuz iqtisadi rayonu. Qazax-Tovuz iqtisadi rayonuna 5 rayon, inzibati rayon. Qazax, Tovuz, Şəmkir, Ağstafa, Gədəbəy rayonları və 6 şəhər, yenə bu rayonların şəhərləri, bir də Tovuzun Qovlar şəhəri aiddir. Respublika tabeli şəhəri yoxdur. Əhalisinin sayına görə Şəmkir, sıxlığa görə isə Qazax rayonu fərqlənir. Bütün inzibati rayonları xarici ölkə ilə sərhəddə yerləşmir. Çünki burada Şəmkir rayonunun xarici ölkə ilə sərhəddi yoxdur. Qazax, Ağstafa, Tovuzun iki ölkə ilə sərhəddi, Gürcüstan və Ermənistanla, Gədəbəyin isə yalnız Ermənistanla sərhəddi var. Şəmkirin isə xarici ölkə ilə sərhəddi yoxdur. Burada gömrük keçid məntəqələri fəaliyyət göstərir. Bu gömrük keçid məntəqələrinə Qazax və Ağstafanı göstərmək olar ki, Gürcüstanla sərhəd keçid məntəqələridir ki, Qazaxdakı qırmızı körpü adlanır. Ağstafa bizim əsas nəqliyyat qovşağımızdır. Gürcüstana keçən bütün nəqliyyat yolları, dəmir yolu, avtomobil, boru kəmər hamısı Ağstafa rayonu ərazisində yerləşir. Bu iqtisadi rayon bir dənə iqtisadi rayonla, o da burada yerləşən Gəncə Daşkəsən iqtisadi rayonla həmsərhəddir. Şirin olan Candargöl Çaydərə mənşəlidir, Ağstafa rayonundadır. Qazax-Tovuzdadır və Gürcüstanla sərhəddə yerləşir. Gəncə Daşkəsən üçün saydığımız TAP, TANAP, Ərzurum, Bakı-Tbilisi dəmir yolu, daha sonra Bakı-Supsa, Bakı-Ceyhan və s. kimi bütün neft boru kəmərlərinin hamısı bu iqtisadi rayondan keçəcək. Həm düzənlik, həm də dağlıq ərazilərdən ibarətdir. Kür çayı bu ərazidən keçir və Kür boyu ərazi düzənlikdən ibarətdir. Faydalı qazıntılarında isə xüsusilə Gədəbəy ərazisində mis və qızıl hasil olunur. Ayrım brendi ilə dünyaya çıxardılır və Azərgold şirkəti tərəfindən hasil olunur. Əsasən qızıl və misi deyəcək bu ərazi üçün sənaye sahələrindən. Daha sonra şərab, üzüm, Qazaxda, Tovuz, Şəmkir bütün inzibati rayonlarında Gədəbəy çıxmaqla demək olar ki, şərab, üzüm yetişdirilir və bunun nəticəsində də şərabçılıq, şərabın qablaşdırılması mövcuddur. Dağlıq ərazilərində arıçılıq və dağlıq ərazilərində qış otrağı məqsədi ilə istifadə olunur. Kartofa görə üzüm, şəkər çoğunluğuna görə birinci yerdədir. Qoyun keçilərin sayına görə birinci yerdədir bu ərazi. Qazaxda isə xalçaçılıq mövcuddur, inkişaf etmişdir. Kür çayı üzərində Şəmkirdə SES mövcuddur ki, və buranın enerjisi Şəmkir SES-i hesabına ödənilir. Ərazidə olan faydalı qazıntılara gəldikdə, məsələn, Qazaxda sement, Tovuzda Ağdağ, seolit yatağı, Daşsalahlıda bentonit gilidir ki, bu qara metallurgiyada istifadə olunur qəliblərin hazırlanmasında. Əhəng daşı, əqiq Gədəbəy və Qazaxda, qızıl qoşa yatağı Gədəbəydə, mis Gədəbəydə, Qaradağ yatağı, həmçinin Göyəzən dağı və Coğas su anbarı da Ağstafa çay su anbarı eyni formada Qazax rayonu ərazisində yerləşir. Milli tərkibi yekcinsli və kənd əhalisi üstünlük təşkil edir. Ən iri şəhərlərinə isə Şəmkir və Qazax şəhərləri daxildir. Gəncə Daşkəsəndə Gəncə İEMi və Yenikənd SES-i fəaliyyət göstərir. Qarabağ iqtisadi rayonuna 9 rayon daxildir. Ağcabədi, Ağdam, Bərdə, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Tərtər və Ağdərə rayonları. Ağdərə yeni yaradılan, daha doğrusu yeni bərpa olunan rayondur. Şəhərlərinə gəldikdə isə eyni formada bu rayonların mərkəz şəhərləri, həmçinin bundan əlavə Xankəndi şəhəri və Füzulinin Horadiz şəhəri daxildir. İki respublika tabeli şəhəri Şuşa və Xankəndi şəhərləri mövcuddur. Xarici ölkə ilə sərhəddə yerləşir, çünki Füzuli İranla həmsərhəddir. Zəfər yolu bu ərazidən keçir, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları ərazisindən keçir. Şərqi Zəngəzur, Gəncə Daşkəsən, Mərkəzi Aran və Milmuğan iqtisadi rayonları ilə həmsərhəddir. Qarabağ iqtisadi rayonu sahəsinə görə ən böyük iqtisadi rayon hesabı olunur. Tərkibinə daxil olan inzibati rayonların sayına görə də birincidir. Çünki heç bir inzibati rayonda bu qədər, heç bir iqtisadi rayonda bu qədər inzibati rayon mövcud deyil. İqtisadi rayon coğrafi mövqeyi əlverişlidir. Çünki əsasən düzənliklərdən ibarətdir, dağlıq relyefə də malikdir.
Zəngin landşaft, meşə örtüyü, bulaq, yeraltı sərvətlər, münbit torpaqları mövcuddur. Qarabağ iqtisadi rayonunun əsasən əksəriyyət hissəsi ermənilərin işğalı altında olmuşdur və bu səbəbdən də talan edilmişdir. Hal-hazırda buraya böyük qayıdış nəticəsində əhalinin bir hissəsi köçürülmüşdür. Yenidən ərazi bərpa olunur. Bunun üçün ən başda avtomobil yolları çəkilmişdir ki, bunlardan biri elə Zəfər yoludur, Füzuli ilə Şuşa arasındadır. Füzulidə hava limanı inşa olunmuşdur. Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur ki, bununla da Naxçıvanla və Türkiyə ilə əlaqələr birbaşa yaradılmış olacaq. Bərpa nəticəsində Ağdam Sənaye Parkının təməli qoyulmuş. Kəlbəcər rayonunda, daha doğrusu Kəlbəcərdə o artıq Şərqi Zəngəzura aiddir. Bizə burada Tərtər. Tərtər çayı üzərində Suqovuşan 1, Suqovuşan 2 SES-ləri bunlar Ağdərə rayonunda yerləşir. Bərpa olunmuşdur bu SES-lər. Şuşada Turşsu, Şırlan və İsa bulağı, Ağdamda Gülablı mərmər yatağı, Ağdərə rayonunda Mehmana polimetal yatağı, həmçinin Azıq mağarası Füzuli ilə Xocavənd sərhədindədir, buradadır. Ağdərə rayonunda Qızılbulaq, Qızıl, Daşaltı yasaqlığı, Şuşa yaylası da yenə Şuşa rayonu ərazisində yerləşir. Bu ərazi pambıqçılıq, məsələn, düzənlik ərazilər Bərdə, Ağcabədi, Ağdam, Tərtərdə də pambıqçılıq. Buğda istehsalına görə birinci yerdədir. Arpa, qarğıdalı, pambıq, şəkər çuğunduruna görə ikinci yerdədir. Həmçinin bu ərazidə də üzüm də yetişdirilir. Baramaçılıq da yenə Qarabağ iqtisadi rayonunda mövcuddur. Şərqi Zəngəzur iqtisadi rayonuna 5 rayon Kəlbəcər, Laçın, Qubadlı, Zəngəzur və Cəbrayıl rayonları daxildir. 5 şəhər daxildir. Deməli, şəhər və rayonların sayı bir-birinə bərabərdir. Qarabağ və Gəncə-Daşkəsən iqtisadi rayonları ilə həmsərhəddir. Araz vadisi iqtisadi zonası Cəbrayıl rayonunda yerləşir. Zəngilanın Ağalı kəndində Ağıllı kənd layihəsi həyata keçirilmişdir. Kəlbəcər və Laçın Qarabağ vulkanik yaylasında yerləşir. Həkəri və Tərtər çayı mənbəyini bu ərazidən götürür. Qubadlı, Laçın, Zəngilanda olan Arazboy yasaqlığı yerləşir. Laçında Qaragöl qoruğu, Zəngilanda Bəsit çay qoruğu, Kəlbəcərdə Göydərə xromit yatağı, Laçında İpək xromit yatağı, Zod, Söyüdlü, Kəlbəcər arasında Qızıl, Zəngilanda isə Vejinəli qızıl yatağı, Levçay, Ağ yataq, bunlar Kəlbəcər rayonunda civə yataqlarıdır. Gilgəz çayı Narzanlı isə Laçındakı civə yataqlarıdır. Kəlbəcərdə İsti su travertin yatağı, həmçinin Keçəldağ perlit yatağı, Kəlbəcərdə İsti su mineral bulağı, Əqiq yataqları, Minkənd Laçında tutqun isə Kəlbəcərdə yerləşən mineral sular hesab olunur. Rayonun ərazisində tütünçülük inkişaf etdirilə bilər. Bir də rayonun ərazisi dağlıq olduğu üçün yay və qış otlağı kimi qoyunçuluq və arıçılığın inkişafı üçün əvəzsiz rola malikdir. Üzüm, tütün, meyvə, taxıl, maldarlıq üçün də təbii şərait mövcuddur. Bu ərazidə Laçında Güləbrid sesi, Kəlbəcərdə Kəlbəcər 1, Çıraq 1 və Çıraq 2 sesləri inşa olunmuşdur. İsti su hazırda mineral bulağında su doldurma zavodu tikintisi artıq mövcuddur və istifadəyə verilib hazırda. Şərqi Zəngəzur iqtisadi rayonu xüsusilə işğaldan azad olunandan sonra qayıdış, yəni böyük qayıdış bu əraziyə də davam edir. Xudafərin və Qız qalası sesləri də Araz çayı üzərində yerləşir, yenə bu əraziyə düşür. Zəngilan beynəlxalq hava limanı tikilmişdir. Bu ərazidə Kürdülər Kəlbəcər və Laçın zonasında məskunlaşmışdır. Mərkəzi Aran iqtisadi rayonu 6 rayon Ağdaş, Yevlax, Göyçay, Kürdəmir, Ucar, Zərdab, 7 şəhər bu rayonların mərkəzi şəhərləri və bir də Mingəçevir şəhəri daxildir. Xarici ölkə ilə sərhəddi yoxdur, Xəzər dənizinə çıxışı yoxdur. Yevlax və Mingəçevir Respublika tabeli şəhərlər hesab olunur. Yevlaxla Mingəçevir birlikdə ərazi istehsal kompleksini yaradır. Və Şəki-Zaqatala, Dağlıq Şirvan, Qarabağ, Gəncə-Daşkəsən, Milmuğan, Şirvan-Salyan iqtisadi rayonları ilə həmsərhəddir. Həmçinin qeyd etmək lazımdır ki, Qazax Gəncə-Daşkəsən iqtisadi rayonunda Gəncə ilə Daşkəsən birlikdə ərazi istehsal kompleksini yaradır. Yəni digər iqtisadi rayonla deyil də öz iqtisadi rayonun tərkibindədir.
Mərkəzi Aran iqtisadi rayonu coğrafi mövqeyinə görə əlverişlidir. Çünki qərbə doğru gedən bütün avtomobil boru kəmərləri bu ərazidən keçir. Bakı, Ağstafa dəmir və avtomobil yolları yenə bu ərazidən keçir. Faydalı qazıntılarından isə elə də böyük faydalı qazıntılar yoxdur. Əsasən tikinti materialları və bir də neft ehtiyatı mövcuddur bu ərazidə. Mollakənd, Kürdəmir ərazisində məsələn neft ehtiyatı və digər ərazilərində də tikinti materialları mövcuddur. Elektrik stansiyalarına gəldikdə Bakını da Mingəçevir sesi təmin eləyir ki, həmçinin Şəki-Zaqatala da təmin eləyirdi. Deməli Mingəçevir sesi Yevlax rayonunda Varvara sesi, Mingəçevirdə Azərbaycan dresidir ki, ən böyük dres hesab olunur. Mərkəzi Aran tikinti materialları sənayesi üzrə ixtisaslaşmışdır. Burada Mingəçevir Sənaye Parkı, energetika avadanlıqları müəssisələrini istehsal edir və burada birləşir. Rayon pambıq, taxıl, üzüm, bostan, onların emal müəssisələri mövcud. Xınagöl Kürdəmirdə, bostançılığa görə Kürdəmir, Yevlax, Zərdab. Daha sonra meyvə tərəvəz konservi, şərab, xüsusilə də Göyçay fərqlənir. Taxıla görə Kürdəmir, pambıq, quru subtropik meyvə, baramaçılıq, camışçılıq, balıq sənayesi, balıq isə Mingəçevir və Yevlaxda daha çoxdur. İri buynuzlu malqaranın sayına birinci yerdədir. Və burada üzümçülük olduğu üçün Göyçayda şərabçılıq, onun qablaşdırması, tütünün ilkin emalı, Mingəçevirdə Kür kompüter zavodu, həmçinin Mingəçevirdə rezin, kabel, pambıq parça, elektroenergetika maşın qayırması inkişaf etmişdir. Yunun ilkin emalı Yevlaxda, xüsusilə Mingəçevir kimya sənaye sahəsinə görə fərqlənir. Pambıq təmizləmə zavodu bu ərazidə fərqlənir. Əhalinin milli tərkibi yekcinsdir. Kənd əhalisi üstünlük təşkil edir. Yevlax nəqliyyat qovşağı fəaliyyət göstərir. Kiçik nəqliyyat qovşaqlarına isə Ləki və Kürdəmir daxildir. Milmuğan iqtisadi rayonu Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarından və eyni şəhərlərdən ibarətdir. Deməli, şəhərlərin sayı rayonların sayına bərabərdir. Beyləqan və İmişli rayonları İranla sərhəddə yerləşir, lakin heç bir rayonun Xəzər dənizinə çıxışı yoxdur. Taxıl istehsalına görə Qarabağ, Şəki-Zaqatala birlikdə ilk üçlükdə dayanır. Yəni Qarabağ, Şəki-Zaqatala və Milmuğan birlikdə ilk üçlükdədir taxıl istehsalına görə. İri buynuzlu malqaranın sayına görə birinci yerdə Mərkəzi Aran, daha sonra Milmuğan. Qoyunların sayına görə birinci yerdə Qazax Tovuz, ikinci yerdə Milmuğan dayanır. Şirvan Salyan, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonları ilə həmsərhəddir. Rayon iqtisadi coğrafi mövqeyi əlverişlidir. Burada Hacıqabul, Horadiz, dəmir və avtomobil yolu, Yevlax, Ağcabədi, Bəhramtəpə və Bəhramtəpə-Biləsuvar avtomobil yolları keçir. Rayon ərazisində faydalı qazıntıları nisbətən azdır. Əsasən tikinti materiallarına rast gəlinir. Kənd təsərrüfatı sahələrinə isə pambıq, şəkər çuğunturu və onların emal müəssisələri, həmçinin ət, süd, taxıl məhsulları da istehsal olunur. Saatlı rayonunda biyan, bostan bitkilərinə görə öndədir, həmçinin balıq emal olunur. İmişli rayonunda şəkər zavodu, Ağcabədi ilə Beyləqan arasında Ağgöl Milli Parkı yerləşir. İmişlidə Muradxanlı neft yatağı ki, mezozoy yaşlıdır. Molla kəndlə Muradxanlı ikisi də mezozoy yaşlıdır. Milli tərkibi yekcinsdir və kənd əhalisi üstünlük təşkil edir. Şirvan Salyan iqtisadi rayonuna 4 rayon, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və 5 şəhər, bunların şəhərləri və bir də Şirvan şəhəri daxildir. Respublika tabeli şəhəri Şirvandır. Salyan və Neftçalanın Xəzər dənizinə çıxışı mövcuddur. Hacıqabul isə nə Xəzərə çıxışı mövcud deyil, nə də xarici ölkə ilə sərhəddə yerləşmir. Çünki Biləsuvar xarici ölkə ilə İranla həmsərhəddə yerləşir və Biləsuvarda sərhəd keçid məntəqəsi mövcuddur. Şimal, cənub və şərq-qərb nəqliyyat yolları üzərində yerləşir, xüsusilə də Hacıqabul şəhəri və bu səbəbdən də coğrafi mövqeyi əlverişlidir. Faydalı qazıntılarından neft, təbii qaz, yodlu bromlu sular, tikinti materialları əsasən mövcud. Salyanda Qaraçala nefti, Neftçalada isə yodlu bromlu sular. Şirvan şəhərində cənub dresi fəaliyyət göstərir ki, ilk açıq tipli dresdir. Kənd təsərrüfatında pambıq, quru subtropik meyvə, bostan bitkiləri, kartof və şəkər çoğunluğu əkilir. Şirvan Salyan iqtisadi rayonunda Xıllıda balıq, Neftçalada Bankə qəsəbəsi,
Salyan ərazisində Xınagöl, arpa istehsal olunur, meyvə tərəvəz konservi Biləsuvarda mövcuddur, həmçinin pambıq təmizləmə zavodları da mövcuddur. Hacıqabulda xalça istehsalı, Salyanda plastik kütlə və su qızdırıcıları, elektroenergetika Şirvanda, məişət cihazları zavodu Şirvan şəhərində, Xəzər avtomobili isə Neftçala şəhərində. Milli tərkibi yeşcinsli Şirvan və Hacıqabul nəqliyyat qovşaqlarıdır. Şirvan, Salyan, Neftçala ərazi istehsal kompleksi burada formalaşmışdır. Bakı-Tbilisi, Bakı-Astara dəmir və avtomobil yolları da yenə bu ərazidən keçir. Söhbət Hacıqabul şəhərindən, Hacıqabul rayonundan gedir. Padar Çöl-Göylər dəmir yolu Bakı-Tbilisidən ayrılıb və Şirvan Salyanla Dağlıq Şirvanı birləşdirir. Burada üzüm və şərab məhsullarının istehsalı üçün istifadə olunur. Bu, yəni dəmir yolu xəttindən söhbət gedir. Osmanlı-Astara dəmir yolu xətti çəkilmişdir. Ələt-Culfa dəmir yolundan ayrılır, cənuba doğru çəkilib və Osmanlı-Astaradan Salyan-Neftçala dəmir yolu xətti ayrılır ki, Salyan-Neftçala vasitəsilə də yodlu bromlu suyu daşımaq üçün istifadə olunur. Lənkəran iqtisadi rayonuna Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonları, bunlardan əlavə, yəni bu rayonların mərkəzi şəhərlərindən əlavə Göytəpə, Cəlilabadda. Liman isə Lənkəranın digər ikinci bir şəhəri daxildir. Respublika tabeli şəhəri Lənkəran şəhəridir. Əhalinin daha sıx məskunlaşdığı inzibati rayon Masallıdır. Astara İranla sərhəd keçid məntəqəsi mövcuddur. Cəlilabad, Yardımlı, Lerik və Astara xarici ölkə ilə sərhəddə yerləşir. Astara, Lənkəran, Masallı, Xəzər dənizinə çıxışı mövcuddur. Lənkəran və Astara şəhərləri Xəzər dənizinin sahilində yerləşir. Sadəcə Şirvan-Salyan iqtisadi rayonu ilə həmsərhəddir və digər iqtisadi rayonlarla həmsərhəd deyil. Lənkəran, Astara, Dağlıq Şirvan, Quba, Xaçmaz üçündə də qadınların sayı kişilərin sayına nisbətən daha çoxdur. Dağlıq Şirvanda Qobustan, burada isə Şirvan-Salyanda Biləsuvar, Lənkəran-Astarada isə Cəlilabad və Yardımlı təbii artıma görə ən yuxarı olan inzibati rayonlar hesab olunur. Lənkəran-Astara iqtisadi rayonu Xəzər dənizinin sahilində yerləşir. Tikinti materialları ilə zəngindir, elə bir faydalı qazıntıları yoxdur və bir də mineral bulaqlar və turizm potensialına malikdir ki, yenə meşə ehtiyatları mövcuddur bu ərazidə. Ərazidə Astara rayonunda modul tipli İES, həmçinin Lerik rayonunda da mövcuddur modul tipli İES. Lənkəran və Masallıda meyvə tərəvəz konservi, Cəlilabadda isə şərab zavodları fəaliyyət göstərir. Bundan əlavə Lənkəranda üzüm, Cəlilabad və Lənkəranda, kartof və taxıl Cəlilabadda, tütün, arıçılıq və yay otlaq isə dağlıq ərazi, yəni Lerik və Yardımlıda mövcuddur. Sitrus meyvəçiliyi yetişdirilir. Faraş tərəvəzçilik, yəni tez yetişən tərəvəzçilik, Lerik və Yardımlıda isə zibu və zibuya bənzər maldarlıq mövcuddur. Və bu səbəbdən də meyvə tərəvəz konservi, çay istehsalı, şərab, tütün emalı, Masallı və Lənkəranda isə mebel. Çünki mebel əhalinin sıx məskunlaşdığı tələbata meyl edir. Ona görə də Masallı və Lənkəranda mövcuddur. Balıq və süd emal olunur ki, bu da Lənkəran rayonunda. Azərbaycanlılar və talışlar əsasən məskunlaşır, kənd əhalisi üstünlük təşkil edir və uzunömürlülər diyarıdır. Xüsusilə də Lerikdə bunun üçün muzey mövcuddur. Uzunömürlərin, yəni əhalinin orta ömür müddətinin ən çox olduğu ərazi hesab olunur. Masallı ərazisində əhali sıx məskunlaşmışdır və sıxlığa görə elə respublikamızda birinci yerdə Masallı dayanır. Əhalinin sayına görə Lənkəran, Astara öndədir. Birinci yerdə əhalinin sayına görə Bakı, ikinci yerdə isə Lənkəran, Astara iqtisadi rayonu dayanır. Lənkəranda beynəlxalq hava limanı mövcuddur. Həmçinin Lənkəranda liman şəhəri, yəni dəniz limanında fəaliyyət göstərir. Naxçıvan iqtisadi rayonuna Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa, Ordubad rayonları və bunlardan əlavə Naxçıvan şəhəri daxildir. Ümumiyyətlə 7 rayon 6 şəhər mövcuddur. Yəni istisnadır ki, şəhərlərin sayı inzibati rayonların sayından azdır. Buna səbəb 2 rayonun mərkəzi şəhər yox, qəsəbədir. Bunlardan biri Sədərəyin mərkəzi Heydərabad, Kəngərlinin mərkəzi isə Qıvraq qəsəbələridir, yəni şəhəri
deyil. Əhalisinə görə ən böyük Şərur inzibati rayon olaraq əhalisinin sayına görə ən böyük inzibati rayon Şərur, əhalisinə görə ən böyük şəhər isə Naxçıvan şəhəridir. Naxçıvan, Ordubad və Culfa Respublika tabeli şəhərlərdir. Bütün iqtisadi rayonları xarici ölkə ilə sərhəddə yerləşir. Şəki, Zaqatala, Şərqi Zəngəzur, Naxçıvan iqtisadi rayonlarının bütün inzibati rayonları xarici ölkə ilə sərhəddə yerləşir. Burada Sədərək 3 ölkə ilə Türkiyə, Ermənistan, İranla sərhəddə yerləşir. Sədərəyin Türkiyə ilə sərhəd keçid məntəqəsi, Zulfa və Babəkin İranla sərhəd keçid məntəqəsi mövcuddur. Şahbuzun yalnızca Ermənistanla sərhəddi mövcuddur. Sənaye sahələrinin payına görə Bakıdan sonra ikinci yerdə durur. İqtisadi rayonun coğrafi mövqeyinin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Türkiyə və İranla həmsərhəd olması, şərq-qərb nəqliyyat yolunun üzərində yerləşməsi müsbət təsir göstərir. Lakin Azərbaycanla aralda yerləşməsi, yəni birbaşa quru sərhədinin olmaması, hər tərəfdən xarici ölkə ilə sərhəddə yerləşməsi, xüsusilə də Ermənistanla mənfi təsir göstərir. Zəngəzur dəhlizinin açılması nəticəsində isə Azərbaycan ərazisinin birləşdiriləcək və bununla da əhəmiyyət, yəni tranzit əhəmiyyəti daha da artacaq. Sadəcə Naxçıvanı yox, Türkiyə ilə də daha geniş bir əlaqə yaradılmış olacaq. Zəngəzur və Dərələyəz dağ silsilələrindən arazboyu düzənliklərdən ibarətdir. Mineral faydalı qazıntılarla zəngin təmin olunmuşdur. Burada polimetal ehtiyatı gümüşlü yatağı Şərurda, mis molibden Parağaçayda, yəni Ordubad ərazisində, Duzdağ, Nehrəm, bunlar daş duzdur ki, Babək ərazisindədir. Həmçinin tikinti materiallarına da bu ərazidə rast gəlinir. Dolomit Babəkdən Nehrəm ərazisində mövcuddur və digər tikinti materialları da bu ərazidə geniş yayılmışdır. Naxçıvanda Arpaçay üzərində SES yaradılmışdır. Modul tipli İES yaradılmışdır. Ordubad ərazisində, Bayxır ərazisində Bayxır SES-ləri yaradılmışdır. Yəni Bayxır, Arpaçay SES-ləri, Naxçıvanda isə modul tipli İES-lər mövcuddur. Burada günəş elektrik stansiyası, yəni günəş bateriyaları hesabına enerji ödənilir ki, Naxçıvanda günəş panelləri mövcuddur. Həmçinin Naxçıvanın Zəngəzur, Sədərək hissəsi isə böyük bir külək elektrik stansiyası üçün potensialı vardır. Zulfa nəqliyyat qovşağıdır. Naxçıvanda beynəlxalq hava limanı fəaliyyət göstərir. Ərazidə çəyirdəkli meyvə, yəni ərik, şaftalı, xüsusilə də Ordubad rayonu fərqlənir. Üzüm, taxıl, tütün, şəkər çuğunduru, dağlıq ərazilərində arıçılıq, baramaçılıq, ətlik, yunluq, qoyunluq, balbas məsələn qoyunları bu ərazidədir. Tütün Şərur və Şahbuzda mövcuddur. İpəkçilik Ordubadda, Naz-Lifan avtomobil zavodu, mineral su doldurma, mebel istehsalı, şüşə istehsalı bu ərazidə mövcuddur Naxçıvan Muxtar Respublikasında. Bütün iqtisadi rayonlarımızda mövcud olan sahələrə çörək zavodu, qənnadi müəssisəsi və süd məhsullarıdır. Lakin süd məhsulları ixtisaslaşıb Dağlıq Şirvan ərazisində. Meyvə konserv isə ən çox Şəki, Zaqatala, Lənkəran, Astarı və Quba Xaçmazdadır. Mərkəzi Aran, Şirvan, Salyan, Milmuğan, yəni bu Kürarzovağın olduğu ərazi turizm potensialı azdır. Geri qalan ərazilərimizdə turizm potensialı mövcuddur. Şəhər əhalisinin üstünlük təşkil eləyir Bakı, Abşeron, Xızı və Gəncə, Daşkəsəndə xüsusilə şəhər əhalisi üstünlük təşkil eləyir. Həm yay otlağı, həm qış otlağına malik olan ərazilər Şəki, Zaqatala, Abşeron, Xızı, Qarabağ, Gəncə, Daşkəsəni göstərmək mümkündür. Qoyun keçilərin sayına görə fərqlənir. Milmuğan, Qazax Tovuz, Şəki, Zaqatala və Qarabağ. İribuynuzlu malqara daha çox fərqlənir. Mərkəzi Aran, Milmuğan və Lənkəran Astara daha çox düzənlik ərazilərimiz buna görə fərqlənir.